Salam. Bəzi uşaqlar ya heç yemək yemir, ya da seçicilik edir. Bunun nədəni nə ola bilər? Gəlin həkimimizdən soruşaq. Bu sual çox tez-tez verilir bizə. Çox maraqlı suallardan biridir. Yəni bunu biz günlərlə danışa bilərik. Amma ilk öncə çox qısa şəkildə sizə qeyd eləyəcəm bunun səbəblərini. Uşağım niyə yemək yemir? İlk səbəblərdən biri qan azlığı ola bilər, hansısa vitaminin çatışmazlığı ola bilər. Bu səbəblərdəndir. İkinci səbəblərdən biri analar deyir, uşağım iştahı yoxdur, amma abur-cuburları yaxşı yeyir. Çünki uşaq şirinini yeyir, abur-cuburu yeyir və qarnı tox olur. Belə deyim də, doyma mərkəzinə siqnal gedir ki, mən artıq doymuşam və uşaq heç bir yeməyi yemir. Növbəti səbəblərdən biri uşağın seçici olmasıdır. Seçicilik nədir? Uşaq sevdiyi yeməkləri istəyir. Tutaq ki, əksər bizim müraciət edən uşaqlarda biz nə görürük? Mal əti deyək. Mal ətini diri şəkildə yemirlər. Onlar dolmada, kotletdə, yəni çəkilmiş bir şəkildə yeməyi sevirlər. Ona görə də çalışaq uşağımız yeməyi necə sevirsə, o şəkildə də ona verək. Və digər səbəblərdən biri də nədir? Biz bilirik ki, 6 aydan başlayırıq əlavə qidaya. Çox analar telefonu qoyurlar ki, uşaq telefona baxanda yaxşı yeyəcəkdir. Amma biz qadağanı qoyuruq. Uşaq yeməkdən kəsilir və gözləyir ki, ana ona telefon versin və yaxud hansısa bir monitor versin. Uşağın yeməmə səbəblərindən biri də budur. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.